Əziz izləyicilər, 3 ay öncə müştərimiz ofisimizə yaxınlaşmışdı və özünə yayda idarə etməyə qeyri-adi bir avtomobil istəmişdi. Biz də Jeep Wrangler məsləhət gördük. Hal-hazırda 2 mart 2026-cı il artıq avtomobil terminaldadır və özüm də baxıram, çox ideal vəziyyətdədir. Salonu belədir, oturacaqların istidilməsi, sükanın istidilməsi, hər bir şey mövcuddur. Tent açılandır, ən əsası rayonlara səyahət edəndə tam zövq alacaqsınız. Avtomobil tam ötürücülüdür, 4 çəkəndir. Yəni rahatlıqla off-road demək olar bu avtomobilə. Off-road üçün nəzərdə tutulub. Zədədəki budur, qabaq hissədən yüngül tək qanat problemi var. Qanat qoyulacaq. Lonjeronda heç bir zədəsi yoxdur. Məncə müştərimiz tam razı qalacaq və ən əsası odur ki, avtomobilin tarixçəsi, Carfaxı hamısı yoxlanılıb və Bakı ilə müqayisədə çox yaxşı qiymətə gətirilib. Əgər siz də belə bir avtomobil istəyirsinizsə, bizə müraciət edin.